Fedorov Zelenski hökumətindən ayrıldıktan sonra niye seçkilərin keçirilməsinə çağırır və bu addım Kiyevdəki siyasi gərginliyə nə dərəcədə təsir göstərir? Ukraynada müharibə dövründə seçkilərin keçirilməsi ilə bağlı müzakirələr yeni deyil. Bu məsələ 2023-cü ilin payızından gündəmdədir. Normal şəraitdə həmin vaxt ölkədə seçkilər keçirilməli idi. Lakin Rusiyanın geniş miqyaslı işğalı səbəbindən səsvermə baş tutmadı. İndi isə diqqət Mikhail Fyodorovun çağırışına yönəlib. Fyodorov 2019-cu ildə Vladimir Zelenskinin seçki kampaniyasının əsas üzvlərindən biri olub və nazir vəzifəsindən azad edilənədək onun komandasında qalıb. Ukraynadakı bəzi analitiklər hesab edirlər ki, seçkilərin keçirilməsi ilə bağlı çağırış Fyodorovun siyasi müşavirlərinin tövsiyəsi ilə səslənib. Lakin onların fikrincə, Ukraynalıların böyük əksəriyyəti müharibə davam edərkən seçkilərin keçirilməsini dəstəkləmir. Əsas problemlərdən biri təhlükəsizlikdir. Seçkilərin keçirilməsi üçün həm hüquqi, həm də təhlükəsizlik mexanizmləri yaradılmalıdır. Hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi hüquqi baxımdan mümkün deyil. Bundan başqa, Rusiya Ukrayna ərazisini hər gün balistik raketlərlə vurur. Hava hücumundan müdafiə raketlərinin çatışmazlığı qalır və cəbhə xəttindən uzaq ərazilərdə də mülki şəxslər həlak olur. Buna görə ölkədə təhlükəsiz səsvermənin təşkili ciddi çətinlik yaradır. Digər risk Rusiyanın seçki prosesinə mümkün müdaxiləsidir. Ukrayna müstəqillik qazandıqdan sonra keçirilən seçkilərdə Rusiyanın müəyyən namizədləri dəstəkləməyə və prosesə təsir göstərməyə çalışdığına dair iddialar dəfələrlə səslənib. Xaricdə yaşayan milyonlarla Ukraynalının səsvermədə iştirakı da ayrıca məsələdir. Bunun üçün xarici ölkələrdə geniş seçki infrastrukturu yaradılmalıdır. Seçki məsələləri üzrə bir analitikin sözlərinə görə, təkcə Polşada Ukraynalıların səs verməsi üçün ən azı 400 seçki məntəqəsinin açılmasına ehtiyac var. Hazırda isə bu məsələnin xarici ölkələr tərəfindən yetərincə həll edilmədiyi bildirilir.